Mingəçevir şəhəri bayram libasına bürünüb baharın gəlişinə sayılı günlər, saatlar qaldığı bir vaxtda şəhərin küçə, prospekt və xiyabanları milli bayramımız olan Novruz atributları ilə bəzədilib. Səmənlilər bayramın gəlişini müjdələyən tərtibat çizgiləri Nur şəhərinin ümumi gözəlliyinə sanki yeni bir çalar qatıb. Şəhər sakinləri və qonaqlar gün ərzində bayram güşələri, tərtibatlar və səmənlər önündə dolaşıb istirahət etməyə və xatirə şəkillər çəkdirməyə böyük maraq göstərirlər. Qeyd etmək lazımdır ki, şəhərin bayram libasında bəzədilməsi hər il olduğu kimi bu dəfə də Mingəçevir Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşlarına həvalə olunub. İşgüzar kollektiv şəhər sakinləri və qonaqların zövqünü oxşamaq üçün çeşidli bayram bəzə elementlərindən istifadə edib. İdarə rəisi Şəhriyar Mustafayev şəhəri gözəlləşdirmək və insanların bayram əhval-ruhiyyəsini təmin etmək üçün maksimum səy göstərdiklərini deyib. Qeyd edək ki, ölkənin 4-cü böyük şəhərində kiçikdən böyüyə hər kəs milli bayramımız olan Novruzun gəlişini səbirsizliklə gözləyir. Rahim İbrahimoğlu, Nilufər Qəhrəmanova, Mingəçevir.